Üçüncü suala baxırıq. Cədvəldə verilən çayların qidalanmasında üstünlük təşkil edən mənbələrin düzgün verildiyi sıralarını müəyyən edin. Qar və buzlaq suları, yağış suları və yeraltı sular. Deməli, müvafiq olaraq seçməliyik. Birinci sual, birinci bəndə baxırıq. Pirsaat çay qar və buzlaq sularının qidalanmadığı üçün birinci cavab yanlışdır. Biri silir cavab variantlarından. Növbəti ikinci cavaba baxırıq. Qudyal çay buzlaq suları, Sumqayıt çay yağış suları, Tərtər çay isə yeraltı sularıdır. 2 doğrudur. Bolqar çay, qar və buzlaq suları ola bilməz. Talış dağlarından başlayan çaylar yağış sularından qidalanır. Dördüncü bəndə Samur çayı, qar və buzlaq, Astra çay, yağış, Həkəri isə yeraltı sularla qidalanır. Doğrudur. 5-də Qusar çay, buzlaq, Filəş çay, yağış, Araz çay yeraltı sularla qidalanır. Deməli, müvafiq 2, 4, 5 D variantı doğrudur. 6-cı bənd isə Ceyran çeşməsi çay yağış sularla qidalandığı üçün cavab D bəndi olur.